uşaqlıq dövrümdən bəri özümü cərrah kimi görürdüm və istəyirdim ki, cərrah olum. Daha da bu peşəyə valeh olmağa başladım və özümü cərrahiyyədə görürdüm. Cərrah olduğunda da bunun gecəsi və gündüzü olmur. Yəni bir cərrah eyni zamanda da stresini yönətməyi bilməlidir. İşdən sonra istər dostlarımla, ailəmlə vaxt keçirməyi, eyni zamanda bəzi hobbilərim var, onları etməyi çox sevirəm və bu mənə bu stresdən uzaqlaşmağa kömək edir. Həkim səhvi təbii ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də olur. Sağlam bədəni formalaşdıran öncəliklə sağlam bir düşüncədir. Öncəlikli olaraq düşüncənin, fikrin, kafanın sağlam olması lazımdır. Cərrahiyyə sadəcə kəsmək və ya tikmək deyil, eyni zamanda düşünmək, emosionallıq, aqressivlik, yəni bütün bu insana məxsus olan hisslərin orada bıçaqla birləşdiyi bir yandır. Deyim ki, həqiqətən artıq cərrahiyyədə kiçik kəsik, hətta kəsiksiz cərrahiyyə dövrü başlayıb. Heç bir yırtığın dərman müalicəsi və ya cərrahiyyədən başqa alternativ bir metodu yoxdur. Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? Bugünkü siz, o uşaq mən həkim olacağam deyəndə nə hiss eləyirdi və ona nə cavab verərdiniz? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Həkimlik təbii ki, universitetə hazırlaşdığımız dönəmdən bəri içimizdə böyüyən bir peşə idi və mən uşaqlıq dövrümdən bəri özümü cərrah kimi görürdüm və istəyirdim ki, cərrah olum. Bunun üçün dərsimə gedirdim, hazırlaşırdım və universiteti qazandıqdan sonra da ən önəmli məqam burada tibb universitetini qazanmaq idi və onu da qazandıqdan sonra daha da həkimliyə özümü yaxın hiss eləməyə başladım və bu peşəni müəllimlərimizdən öyrəndiyimiz müddətdə nə qədər əslində uşaqlıq dövründə həkimliyin çətinliyi ilə bağlı fikirlərimiz olsa da, artıq müəllimlərimizdən bu peşənin incəliklərini öyrəndiyimizdə daha da bu peşəyə valeh olmağa başladım və özümü cərrahiyyədə görürdüm. Bunun üçün mən bir xaricdə təhsil almalıydım. Tibb universitetini bitirdikdən sonra xaricdə təhsilimi davam etdirdim və cərrahiyyə sənətinə yiyələndim. Həqiqətən cərrahiyyə bir sənətdir və bir şəxs əgər həkim olmaq istəyirsə, sonra da cərrah olmaq istəyirsə, özünü bu işin içində görməlidir, həyatını bu işin içində görməlidir. Çünki həm cərrahiyyə, həm də başqa bir işlə məşğul olmaq ikisi eyni anda qeyri-mümkündür. Cərrahiyyə çox dəyişkən texnikaların illərlə dəyişməsi, yeni cihazların yaranması, yeni əməliyyat növlərinin yaranması, burada həkim və cərrah özünü hər daim yeniləməlidir, bu işlərə yiyələnməlidir, öyrənməlidir, yeni nailiyyətləri və öz xəstələri üzərində tətbiq etməlidir.